Yuxarı teplabmenikdir. Təmiz tozun içindədir. Bütün detallar tozun içində. Çirkin içində. Deməli dostlar, İmirgaz kombisini sökmüşəm. Nə demək istəyirəm, nə məsləhət vermək istəyirəm hamıya. Heç olmasa ən maksimum belə deyək ki, 5 ildən bir kombini tamam belə deyək ki, zapçast demək olar ki, söküb təzədən yığmaq məsləhətdir. Nəyə görə? Çünki bütün detallar hamısı çirkin içindədir, tozun içindədir. Bax, görürsünüz içəridə tozdur, çirkdir. Qarelkaların üstündə təmiz toz bağlayıb, baxın, görürsünüz. Bunlar hamısı təmizlənməlidir. Yəni bunlar bütün bax bu şeylər, faktorlar kombinin işləməyinə böyük bir rol oynayır da. Yəni böyük bir təsir göstərir. Minus kimi də, yəni. Çirklənən də buralar dolanda, məsələn, bax, esenjor, baxın, bu esenjor tozda olanda, çirkin içində olanda yaxşı qızmır, məsələn. Çünki alov buna birbaşa dəymir, yəni metala dəymir, çirkə dəyir, həmən ki o şeydə tozu qızdırır da, belə deyək. Və bu 100% bu qızmır da, metal qızmır. Ona görə də bu teplabmenik tozun içindəydi. İndi onu təmiz yumuşam, tərtəmizdir indi. Bunun üstündə bu detal var idi. Bu detalın üstündə təmiz əməlli başlı belə çirk yığılmışdı da. Onlar hamısı bir-bir belə sökülüb yuyulmalıdır. Çirkli olanda belə deyək ki, bu teplabmenik esenjoru 100% istilik verməkdən keçir o biri variantı, yəni 80 dərəcəyə zat belə də, yəni yaxşı qızmır da, 100% qızmır. Ona görə bu teplabmenik yəni həmişə təmiz olmalıdır. Yəni bundan hələ danışmıram da, bunun içi təmiz tutulur, yəni isti su ola keçən yerdən o da mütləq sökülməlidir və içi dərmanla yuyulmalıdır. Ondan sonra расширитель genişlənmə bakımız xarab idi. Nətər xarab idi? Davleniya vururdun. Məsələn, davleniya 60 dərəcədə atopleniya işləyəndə qalxırdı 3-ə və başlayırdı kombidən damcılamağa da, su damcılamağa. Sökəndə bura hava vuranda gördüm ki, vəbşə hava deyilən şey yox idi. Yəni bunun içində membran var. Membran 1 atmosfer davleniyada olmalıdır. Onda bu genişlənmə düzgün işləyir. Kombidə düz işləyir. Amma bunun içində hava olmayanda onda sistem kombi düz işləmir. Davleniya qalxır, düşür. Kombinin altından su damcılayır. Bu kimi problemlər olmamaq üçün bu nipili açıb yoxlamaq lazımdır ki, yəni genişlənmə çəninin içində təzyiq var, yoxsa yoxdur. Yoxdursa, bura mütləq vurmaq lazımdır. İndi mən vurmuşam, 1,2 vurmuşam. Hər şey bundan sonra yaxşı işləyəcək. Ondan sonra indi kompresoruna hava ilə bütün əl çatmayan yerləri hamısını tərtəmiz eləyəcəm. Bu qarelkanın da hamısını tərtəmiz eləyəcəm. Hamısını siləcəm. Və təzədən detalları bir-bir yerinə qaytaracam. Olacaq. Başlayışdır təzə kimi kombi.